yeyək ki, bu qabımızı dolduraq, gözümüz doysun. Ondan sonra bəlkə qarnımız da doyar. Belə deyim, doğrudan məncə təbiətdən gələn meyvələr, tərəvəzlər hər zaman bizim rasionumuzda olmalıdır. Onların da tərkibində şəkər var. Dünən də bax danışıldı ki, onun da tərkibində şəkər var. Onu yeyirsən şəkərdir. Əgər belə təbii ki, hər şeyin tərkibində belə baxanda çox dərindən araşdırma eləsək, təbii ki, şəkər var və şəkər bizim əslində düşmənimiz deyil. Yəni xüsusən də əgər o təbii meyvələrin tərkibindədirsə, süni şəkər bizim üçün yaxşı deyil. Yəni belə deyək, şirniyyatlar, paketdə hazır qidalar, bişintilər, məmulatları və s. Ancaq bu yazıq almanın, yazıq çiyələyin tərkibindəki var idi da. Vardı və bilirsiniz necədir? Məsələn, süni şəkər sırf şəkərdir. Başqa heç nə yoxdur. Amma biz almanı yeyəndə onun tərkibində lif də var. Onun tərkibində başqa vitaminlər də var. Biz ondan daha çox doyuruq, daha çox tatmin oluruq, belə deyək. Və o bizi daha çox bəsləyir. Buna görə də həmin şəkər bizdə süni şəkərin verdiyi təsiri vermir. Yəni insulini o qədər oynatmır. Çünki lifləri də var, başqa şeyləri də var. Balanslayır da sanki. Biz deyim ki, mağazadan aldığımız bir dadlı belə bir kruasanı yesək və yanında bir alma yesək, alma da deyim ki, eyni şəkərə malikdirsə, amma almanın tərkibində daha faydalı. Bəli. İnqrediyentlər, liflər var ki, bu bizi bərpa eləyə bilir. Təbii ki, mən bir müqayisə postu paylaşmışdım ki, bir piçenya yeyirik və yaxud da banan yeyirik. Bananın, hətta bananla piçenyanın tərkibindəki şəkəri müqayisə edəndə bananın şəkəri daha çox idi. Ancaq bananın verdiyi toxluq hissi daha rahatlatıcıdır. Nəinki piçenya. Çünki eyni onun kalorisi qədər piçenyani yeyəcəyik, 10 dəqiqədən sonra 3-ünü də istəyəcək. Deyəcək o 3 dənəsini də yeyim, 4 dənəsini də yeyim. O doyurmur.